Və keçid alırıq Jalə xanımla söhbətə çox önəmli bir mövzudan. İndi danışacağımız mövzu ilə bağlı əziyyət çəkənlər varsa, buradan bir daha deyirəm, Jalə Qarayeva ilk dəfə Gəncəyə gəlir. 23, 24, 25 iyul tarixlərində növbəti ayda Gəncəmizdə olacaq və səhərdən axşama qədər hər 3 gün pasiyent qəbulu var. Amma yenə də gecikməyin deyirəm, indidən qəbullara yazılın. 050 363 1002 əlaqə nömrələridir. 16 iyul tarixində Sumqayıta ola bilər ki, kimsə təkrar müayinəyə gələcək, kimsə yeni müayinəyə gələcək. Dəvətlisiniz, gələ bilərsiniz. Sumqayıtda olacaq və pasiyent qəbulu həyata keçirəcək. Yenə deyirəm, indi danışdığımız mövzu çünki geniş yayılmış mövzudur. Ola bilər ki, siz bu mövzudan yararlana biləsiniz. Amma mənim ilk olaraq Jalə xanıma sual verməmişdən öncə onun uğurunu təqdim edəcəm ki, siz nəticəni görün ki, bu mövzuya niyə toxunduğumuzu da biləsiniz. Bir ata balasını epileptik tutmalardan sağaltdığı üçün, hansı ki 26 ildir. 26 il nə deməkdir? 26 il evladı epileptik tutmalardan əziyyət çəkib. Mənim evladım 26 ildir epilepsiya xəstəsindən əziyyət çəkirdi. Biz onun nəzarətsiz heç yerə qoyub gedə bilmirdik. Jalə Qarayeva gəldik onun yanına. Şükür Allah 2022-ci ildən 26-cı ildə. Hələ bu hafta onda bir dəfə epilepsiya olmuyor. Özü üçün biz onun nəzarətsiz heç yerə buraxa bilmirdik. Pasiyent anası mən onun nəzarətə tək buraxa bilmirdik heç bir yerə. İndi şükür Allah bu müalicədən sonra onda 5 ildir epilepsiya yoxdur onda xəstəliyi. Özü çıxıb gedib Rusiyada işləyir. Svobodla, nə samalyota minə bilərdi, nə tək buraxırdı, heç yerə gedə bilmirdi. Sumaları olanda onu. Bir nöqtəyə zillənirdi. Belə çevrilirdi, qıc olurdu, qıçqırırdı. Qıçqırırdı, qıc olub yıxılırdı yerə, ağzından köpük gəlirdi. Bütün qıc olurdu. Biz güclə ağzına gəl qaşı soxurdu, gəl nəmliyin şey durur. Biz zülümlə biz ona ayıqdıq. Neçə də mənim də barmaqlarımı dişləyib kəsib töküb elə. İndi şükür Allaha, Jalə Qarayeva müalicəsindən sonra şükür Allah, onda elə şeylər yoxdur. Mən təşəkkür edirəm Jalə Qarayeva. Allah ona can sağlıq versin. Kimin belə bir xəstəliyi varsa, mən təşəkkür edirəm ki, gəlin müalicəsini burada alsın. Mən Bakıda gəzmədiyim neçə xəstəxana qalmayıb başım. Heç bir yerdən mən ümid tuta bilmədim. Bura gəlib biləndən sonra Jalə Qarayeva müalicəsindən gəlib gedəndən sonra onun müalicəsini alandan sonra şükür Allah, onda elə şeylər yoxdur. Təşəkkür edirəm. Mən izləyiciyə bax bu cür fikrini bizlə bölüşdüyü üçün və həkimimə bir valideyn olaraq, çünki bir valideynin evladının 26 il gözün önündə ürək getməsi, köpük gəlməsi, barmaqlar salırsan, dişlənli, yəni bu ağır travmatik bir durumdur. Ağır travmatikdir və bütün ailə əziyyət çəkir. Bütün ailə və təsəvvür edin 26 yaş var artıq, nə təyyarəyə minə bilmir, nə Yox, 26 yaş yoxdur, 40 üzəridir, amma 26 ildən sonra artıq tutmalar dayanıb, bəli. 4 ildir ki, artıq heç bir tutması yoxdur. Ay, nə gözəl Jalə xanım, nə gözəl. Mən sizə təşəkkür edirəm yenə bir vətəndaş olaraq. Bu kimi hallar mənim üçün çox önəmlidir və bir daha deyirəm, deməyin ki 5 ildir, deməyin ki 10 ildir, deməyin ki 30 ildir. Görürsünüzmü? 26 ilin epileptik tutmaları müalicə olunur. Bir daha deyirəm, qaynar xətt nömrəsi 050 363 1002, daha doğrusu Jalə xanımın nömrələridir. Bizə qaynar xəttdən yaza bilərsiniz. Jalə xanım 23, 24, 25-i Gəncədə, 16-sı isə Sumqayıtda olacaq. Bugün mövzumuz epileptik tutmalardır. Amma mən sizə ilk sualı belə verim. Ürək getmə, qıc olma və epileptik tutma. Bunlar yəqin ki, fərqli-fərqli. Bəli, tamamilə fərqlidir. Necə, fərqləri nələrdir? Necə ayırt etmək olar bunlar? Öncəliklə... Hamısına epilepsiya deyirlər çünki sonda. Bəli, sonda epilepsiya deyib gətirirlər, amma fərqləri var. Ürək getmə başqadır, qıc olma başqadır. Ümumiyyətlə, hər qıc olma epilepsiya deyil. Hansı hallarda da qıc olma yarana bilər? Qanda şəkərinin düşməsi nəticəsində qıc olma yarana bilər. Yüksək temperatur fonunda qıc olma yarana bilər. Qanda natrium, kalsium, kalium, magnezium disbalansı nəticəsində də bəli qıc olma yarana bilər və başqa səbəblərdən. Ümumiyyətlə, belə deyim də, epilepsiya zamanında qıc olma olur, amma bu epileptik tutma da artıq və epileptik qıc olmalarla bəs yaxşı ürək getmənin fərqi nədir? Ürək getmə zamanı beyinə gedən qan axını anidən azalır. Yəni ürək getmə zamanı bu hansı hallarda olur? Vazavagal ürək getmə var, yəni vazavagal bayılma var. Bu zaman ya qan görəndə, ya hər hansı bir xəstəxanaya gedib qan verir, qan görəndə ürəyə gedir anidən və yaxud təşviş həyəcan fonunda ürəyə gedir anidən. Bu vazavagal ürək getmədir. Növbəti ortostatik hipotenziyadır. Bu da təzyiqin aşağı düşməsinə bağlıdır. Bu zaman şəxs yerindən duranda bir baş gicəllənmə ola bilər, ürəyə gedə bilər. Bunun da xüsusi müalicəyə ehtiyacı yoxdur. Sadəcə
bol maye içməyi tövsiyə olunur bu hallarda. Bir də var qıcolma. Qıcolma nədir? Ümumiyyətlə epileptik tutma nədir? Epileptik tutma beyində, beyin hüceyrələrinin həddindən artıq və anidən elektrik aktivliyi nəticəsində yaranır. Dediyim kimi, ürək getmədə isə tamamilə başqadır. Burada bir anormal elektrik aktivliyi olur qıcolma zamanı, ürək getmədə isə beyinə gedən qan axını azalmış olur. Bəs bu uşaqlarda, böyüklərdə epileptik tutmalar nə ilə fərqlənir? Yoxsa eynidir? Məsələn, onların tutma dəqiqəsinə görə deyirəm, formasına görə deyirəm. Yox, növləri eynidirsə eyni formada olur, amma uşaqlarda biraz fərq, başqa sindromlar, yaşlılarda biraz, orta yaşlı insanlarda biraz başqa sindromlar olur. Epilepsiyanın ümumiyyətlə növləri çoxdur, hədsiz çox növləri var. Var fokal epilepsiya, keçmişdə buna parsial epilepsiya da deyirdik. Bu zaman anormal elektrik aktivliyi, yəni biz elektroensefalografiya müayinəsi zamanı bunu görürük. Beynin bir yarım kürəsindən başlayır. Ya sağ yarım kürədən, ya da sol yarım kürədən başlayır. Amma generalizə epilepsiyalarda beynin hər iki yarım kürəsində bir deşarjlar, elektrik aktivliyinin pozulması baş verir. Bir də var ikincili generalizə epilepsiyalar. İkincili generalizə nədir? Beynin bir yarım kürəsindən başlayır fokal olaraq, sonra hər iki sağ və sol yarım kürəyə yayılır. Xatırladım ki, ikincili generalizə epilepsiya ilə birincili generalizə epilepsiyanın müalicəsi tamamilə fərqlidir. Bəli, burada çox diqqətli olmalıyıq biz həkimlər. Çünki bir növündə verəcəyimiz bir dərman preparatı digər növünü daha da ağırlaşdıra bilər. Ona görə bəzən mənim yanıma gələndə doktor, biz 3-4 dərman epilepsiya əleyhinə içirik. Bu şərt deyil, bu vacib deyil 3-4 dərman içməyiniz. Bəlkə də sizə bir dərman lazımdır, amma tutma növünə uyğun bir dərman lazımdır. Fokal epilepsiyalarda, yəni beynin bir yarım kürəsindən başlayan epilepsiyalarda müəyyən əlamətlər olur. Fokal epilepsiyalarda şuurun itməsi halında olur, şuurun açıq qaldığı vəziyyətlərdə olur. Bu zaman nə olur? Bir tərəfdə atmalar olur qolda və yaxud üzün dartınması olur. Xüsusilə gicgah epilepsiyasında ağız şapırdatma olur, üstü ilə başı ilə anlamsız oynama olur və növləri çoxdur dediyim kimi. Frontal lob epilepsiyalar xüsusilə gecələr baş verir, çox ağır, çox mürəkkəb, kompleks hərəkətlər eləyir pasient, ayaqlarda pedal çevirmək kimi bir hərəkətlər eləyir, qışqırır. Frontal, yəni alın nahiyəsinin epilepsiyası, bunu da çox vaxt qarışdırırlar. Yəni yuxu terroru ilə qarışdırırlar, digər hallarla qarşı və yaxud nevrozdur bu deyirlər, gecə yuxuda qışqırır doktor və baxanda görürük ki, artıq bunda epilepsiya var. Epilepsiya, yəni hər zaman pasiyentlərə deyirik ki, özünüz tək gəlməyin. Bəzən nadir olsa da pasiyentlər tək gəlir qəbula. Mütləq yanında o tutmanı görən birisi lazımdır. Bir ailə üzvü, ya dostu, ya iş yoldaşı mütləq şəkildə lazımdır. Biz tam anamnez almalıyıq. Çünki anamnez daha önəmlidir digər müayinələrdən. Bir dəfə Sumqayıtda olanda o mənim diqqətimi çəkdi. Valideynə siz sual verdiniz ki, balaca uşaq gətirmişdilər. Siz sual verdiniz ki, gözünün yol çəkməsi olurmu? Yəni dalırmı bir 5-10 dəqiqə eyni yerə? Məsələn, mən onda sizə dərhal dedim ki, Jalə xanım, ona qalsa mənim də gözüm yol çəkir də. Siz dediniz, yox, bu başqa bir şeydir. Məsələn, mən orada valideyn təsdiq edəndə və siz ona epilepsiya diaqnozunu orada qoyanda, mən onda başa düşdüm ki, bəzən gözün yol çəkməsi, insanın 15-20 saniyə bir nöqtəyə baxması belə, sən demə, həmin vaxtı epileptik tutma keçirmiş. Mən onu ilk dəfə eşidirdim. Bəli, eynən bu artıq generalizə, yəni beynin hər iki yarım kürəsinə yayılmış epilepsiyadan söhbət gedir. Bunun növləri, siz dediyiniz absans növləri var, mioklonik növləri var, atonik növləri var, klonik növləri var. Absans nədir? Bəzən, bəli, uşaq durur 5-15 saniyə arası. Boş-boş baxır və dalır. Bunu çox vaxt gözü yol çəkir və yaxud yorulur. Bəli, bu belə də ola bilər. Gözü yol çəkə də bilər, yorulmuş da ola bilər, beyin yorğunluğu da ola bilər. Amma mütləq artıq bu davamlıdırsa, bu gözü yol çəkməsi. Davamlı dediyimiz, yəni bir aydan bir, 2 aydan bir valideyn hiss edirsə, bu da mı təhlükəlidir? Bəli, ola bilər. Artıq ikincisi baş verirsə, mütləq həkimə müraciət etmək lazımdır. Və həkim də ətraflı anamnez, bayaq dediyim kimi, çox yaxşı olar ki, pasiyentlər və pasiyentin yaxınları bir video ilə gəlsinlər. Düzdür, mən başa düşürəm, həmin anda çox narahat olurlar, təşviş içində olurlar. Artıq davamlıdırsa, illərdirsə, çox xahiş edirəm onlardan ki, olsa ikinci kursa müalicəyə gələndə mütləq tutmanın bir videosunu çəkin. Bəli, siz onda daha aydın görə bilirsiniz. Daha aydın olur bizim üçün. Çünki burada bəli, elektroensefalografiya müayinəsi mütləqdir. Amma bəzən elektroensefalografiya müayinəsi nadir hallarda
epilepsiya zamanı təmiz ola bilər. Bu epilepsiyanı inkar edirmi? Xeyr. Əgər anamnez varsa, klinika varsa, valideynlər bizə video göstərir, təsdiqləyirsə, əlamətlər varsa, bu zaman yeni epilepsiya diaqnozunu qoymuş olur. Məsələn, indi qıc olan, müəyyən müddət gedən, çünki mənim yadımdadır, siz orada sual verirdiniz, ancaq bir istiqamətəmi boylanır və s. Hamısını əslində yadda saxlamışam, çünki yəni elə bir an ola bilər, kiməsə yardımı toxuna bilər. Amma bunu başa düşdük, məsələn, qıc oldu, getdi və s. Amma digərlərini sadalayaq. Bax, siz gözü yol çəkmə, bunu hər kəs şübhələnə bilməz. Deyirsiniz ki, uşaqlar yuxudan qışqıraraq ayrılırlar. Məsələn, insan düşünə bilər ki, yəqin pis yuxu gördü, bilmirəm, qara basması oldu, bilmirəm nə oldu və türkə çara üsullara əl ata bilərlər. Sonra nə kimi bu hallar var ki, valideynlər diqqətli olmalıdır? Bizim bildiyimiz böyük tutma deyirdik o vaxtı, Grand Mol, tonik-klonik. Tonik faza başlayır, əzəlilər qıc olur. Bəli, bu şəkildə, belə deyim də, yana doğru, bir tərəfə doğru pasiyent bu şəkildə bir tutması olur. Göz, baş bir tərəfə doğru hamısı eyni tərəfə çəkilir, bəli. Sonra başlanır klonik faza, yəni ritmik olaraq atması. Sonra var miyokloniyalar. Miyokloniyalar da daha çox səhər saatları, epilepsiyanın hansı saatda olması da vacibdir bizim üçün. Bəzən heç müayinəyə göndərməmiş, artıq anamnez nəticəsində sizdə gicgah epilepsiyası, alın epilepsiyası və yaxud digər miyoklonik epilepsiyada onu qoya bilirik, müayinələrlə bunu təsdiqləyirik. Valla mən sizin qəbullarda olmuşam, sizin heç o anamnez toplamaya da ehtiyacınız olmur. Təsir dairəsində də tez-tez deyirəm. Pasiyent girir, baxır, diaqnozu qoyur, sonra sual verir, gəlir yenə eyni diaqnoz. Yəqin ki, bu illərin təcrübəsinə əsaslanır, ona görə belə olur. Sualınız var, verərsiniz mütləq. Mikrofon ötürün, amma mən tamaşaçı sual verim, sonra studiyamızdakı izləyicimizin də sualı var. Deyir ki, 25 yaşım var, epilepsiya xəstəsiyəm. Yaxınlarım deyir ki, epilepsiyası olan və ya tez-tez qıc olma keçirən qadınlar ailə qura bilməzlər. Qursalar da ana ola bilməzlər. Bu doğrudurmu? Yəni, hər kəs ana ola bilər, epileptik tutması olan və yaxud sağlam insan, amma bir məsələ var, burada amması var. Amma nədir? Əgər ailə qurmağı planlayırsa öncədən, yəni toydan öncə mütləq şəkildə bir nevroloqun qəbulunda olmalıdır. Dərmanlara baxılmalıdır. Əgər bu dərmanlar gələcəkdə hamiləlik olarsa, dölə necə təsir eləyəcək, toksik təsirləri varsa, ehtiyac varsa o dərmanların dəyişdirilməsi və minimuma salınması çox vacibdir. Amma gələcəkdə bəli, əlbəttə ki, ana ola bilər. Ana ola bilər. Odur ki, siz mütləq ki, bir məsləhət alın, bir yoxlanın həkimlə. Mən yenə deyirəm, Jalə xanıma yaxınlaşın, sadəcə bir yoxlanın, bir doğru diaqnozunu qoysun. Diaqnoz doğrudursa, siz müalicədə daha çox effekt əldə edə biləcəksiniz. Siz sualınızı verin, sonra yenə izləyici sualı var, səsləndir. Salamlayıram, doktor da salamlayıram. Mənim nəvəm epilepsiyadır, 14 ildir. Ayda və yaxud həftədə neçə dəfə tutur? Qabaqlar çox tez-tez tuturdu, indi elə bir ayda bir dəfə tutur, birdən belə göz dirənməsi olur, belə qolunun biri atır belə. Ona iynə vurmasaq da tutanda doktor ayılmır. Ona iynə vurmasaq gec ayılır, elə bil ölər uşaq. Əslində dediyiniz kimi dərmanlar içir, amma tutmanın növünə baxmaq önəmlidir. Bayaq da qeyd elədim, mən elektroensefalografiya üzrədir. Elektroensefalografiyada çəkirəm. Orada tutmanın beynin hansı nahiyəsindən gəlməsi önəmlidir. Sağ tərəfə gedir. Ona uyğun biz dərman müalicəsi təyin edirik. Ola bilər dərmanlar içir, amma yenə də tutmaları olduğu kimidirsə, yenə bir nevroloq müayinəsi məsləhət görərdim ki, mütləq bir aparat var, ondan keçirilməlidir. Epilepsiyanın bəzi növləri tam şəkildə sağalır. Bəzi növləri ömürlük dərman içməlidir. Müəyyən çox az bir növü təbii ki, sağalmır. Bunun üçün də həkim baxmalıdır ki, diaqnoz qoysun. Bəli, həkim baxıb növünü deməlidir. Çünki 2000-dən çox növü var epilepsiyanın, tapmaq lazımdır ki, hansı növüdür. Aydındır. Jalə xanım, bir də bir şey olur, o da mı epilepsi, siz sağ olun, epileptik tutmanın göstərməsə, yuxuda şirin yatdığın yerdə anidən bir boşluğa düşmürsən ki, bir sıçrayışla, bilmirəm, hisslə oyanma olur. Yəni, yuxuda boşluğa düşürmə deyə bir şey var. Sanki bir yerdən tutur, ani ayrılırsan ki, hiçbir şey yoxdur. Diksinmə də ola bilər o, adi-sadə bir diksinmə də ola bilər, amma epilepsiya da ola bilər. Onu artıq tam soruşmaq lazımdır davamlı, hər zamanmı olur, necə olur, uşaq vaxtı hər hansı bir travmalar alıbmı? Çünki epilepsiyanın səbəbləri də çoxdur Layla xanım. Genetik səbəblər hər zaman bütün xəstəliklərdə deyirəm, genetik səbəblər başlıcadır. Beyin zədələnməsinə bağlı səbəblər ola bilər, keçirilmiş kəllə-beyin travmalı ola bilər, beyin hər hansı bir cərrahi əməliyyatdan sonraki vəziyyətində ola bilər, insultlardan sonra epileptik tutmalar yarana bilər, beyin şişlərindən sonra epileptik tutmalar yarana bilər. Bayaq dediyim kimi kalsium, kalium, maqnezium çatışmazlığı zamanında qıc olmalar
baş verə bilər, epileptik tutmalar baş verə bilər və yaxud meningit, ensefalitdən sonra da epileptik tutmalar yarana bilər. Doğuş zamanı, doğuş travması, hipoksiya, bilirubin yüksəkliyi də epileptik tutmalara gətirib çıxara bilər. Yəni bunlar müayinələr niyə vacibdir? Hansı növdür? Nəyə uyğundur? Səbəbi tapmaq çox vacibdir. Müalicəmiz də nəticəsini versin. Əslində mənim düzdür, qalaq-qalaq suallarım var, amma mən tamaşaçı sualı üzərindən getməyə daha çox sevirəm. Ona görə tamaşaçı sualı verəcəm. Ola bilər ki, bizim verilişin bitməsinə də dəqiqələr qalıb çatdıra bilməsiniz. Hər hansı epileptik tutma ilə bağlı sualınız, müraciətiniz, yoxlamadan keçmək istəyiniz varsa 053-363-1002 nömrəsinə elə bu dəqiqə zəng edib qəbula yazıla bilərsiniz. Bir daha xatırladım, 16 iyulda Sumqayıtda, 23, 24, 25 iyulda isə Gəncəmizdə olacaq Jalə Qarayeva. Son vaxtlar məndə qəfil ürək getmələr və bədənimdə qəribə diksinmələr başlayıb. Hamı deyir təcili nevroloqa get, amma inanın çox qorxuram. Elə bilirəm mənə ömürlük ağır dərmanlar yazacaqlar, robot kimi olacam. Qorxuram, ailə qura bilmərəm, həyatım məhv olar. Xahiş edirəm, mənə doğru yol göstər. Bu sözü çoxsu deyir bizim yanımızda. İlk qəbula gələndə doktor getdim başqa bir nevroloqa. Mənə dedilər ki, kənardakıların müdaxiləsi bəzən yanlış olur, tibdən anlayışı olmayanların müdaxiləsi. Yox, sən bunu içib yatacaqsan, ömürlük ağır dərmanlardır. Yaxşı olar öz həkiminizə güvənəsiz, elə bir ağır dərmanlardan söhbət gedə bilməz epilepsiyada. Ürək getmə varsa, bu dediyim kimi epilepsiya da ola bilər. Psixoloji fonda tutmalar da ola bilər. Hansı ki, burada dəqiqələr çox fərqlidir. Epilepsiya dediyim kimi 15 saniyədən başlayıb 2-3 dəqiqəyə qədər maksimum çəkə bilər. Amma psixoloji tutmalar 15-20 dəqiqə, bəzən 1 saat, bəzən saat yarım çəkə bilər. Fərqlidir biraz. Psixoloji tutmalarda şəxs gözlərini çox möhkəm yumur və açmağa çalışdıqda bizə dirənç göstərir. Epilepsiyada isə gözlər açıq olur və epilepsiya harda gəldi tuta bilər və qəfil yaralanmadan sığortası yoxdur. Hara gəldi yıxılıb yaralana bilər. Amma psixoloji tutmalarda, yəni konversiyon tutmalarda daha çox insanların yanında baş verir bu. Cəmiyyət içində baş verir. Ona görə baxmalıyıq, yəni tam şəkildə anamnez almalıyıq ki, bu ürək getmə, qıcolma nədirsə, nəyə bağlıdır, səbəb nədir? Aydındır. Son sual olaraq səsləndirəcəm. 18 yaşım var, bir neçə aydır ki, səhərlər yuxudan duranda bədənimdə qəribə ağrılar hiss edirəm. Hətta bir neçə dəfə duranda görmüşəm ki, Allah Allah, ağzımdan qan gəlib. Anam deyir ki, sən gecə... Necə? Ciddi bir məsələdir. Bəli, ağızdan qan gəlmə ciddidir artıq. Anam deyir ki, sən gecə yuxuda qəribə səslər çıxarıb qıc olursan. Ola bilər, epilepsiyadır. Amma mən özüm heç nə xatırlamıram. Bu hal epilepsiyaya səbəb ola bilərmi? Epilepsiya da ola bilər, bəli. Ola bilər. Mütləq yoxlanmalıdır. Yəni ağızdan qan gəlirsə, burundan qan gəlirsə, mütləq şəkildə baxılmalıdır. Bir müayinə. Göz ardı eləməzsə mütləq bir həkim qəbulunda olsun. Aydındır. Doktor, mən sizə təşəkkür edirəm. Ümid edirəm ki, qapınıza gələn hər kəs şəfasını tapacaq. 26 ilin epileptik tutması keçirsə, o zaman yubanmaq olmaz. Sayı uzatmayın. Elə qısa zamanda başından vurmaq lazımdır bəzi problemlərin. Təbii ki, zamanında və erkən müdaxilə hər zaman həyat xilas edir istənilən sahədə. Nevroloqumuz Jalə xanım Qarayeva bizimlə bərabər idi. Travmatoloq ortopedimiz Məzahir doktor və təbii ki, yenə də Nərgiz Klinikasının baş həkimi və fitoterapevtlər İctimai Birliyinin sədri Məlaid xanım Qəhrəmanova. Hər kəsə uğurlar və təbii ki, sağlam həyat arzulayırıq. Görüşərik sabah. Sağlıq olsun.